Avropadan həmişəki kimi salamlar. Dostlar, sizə bir şey göstərim. Bu gördüyünüz Euro aeroportdur. İsmi, adı Basel, İsveçrə, Mulhouse, Fransa, Freiburg, Almanya. Bu aeroport 3 ölkənin sərhədində yerləşir. Misal üçün mən sizə göstərim. Bu aeroportun o biri qapısından çıxsanız, baxın, artıq İsveçrədir və İsveçrənin bayrağını görürsünüz. Bu biri qapısından çıxsanız artıq Fransadır. Və bu qapıdan çıxsanız bura Fransadır. Aeroportun o biri tərəfi İsveçrədir. Düz qabağa çıxsanız bura isə Almaniyadır. Dediyim kimi bu aeroport 3 ölkənin sərhədində yerləşir. İsmi də Euro aeroportdur. Bu da mənəm, dostlar, həmişəki kimi. Baxın, samolyot qalxır artıq. Görürsünüz. Yəni belə dostlar, nə yoxlama, nə problem, heç bir şey yoxdur. Və Avropaya gəlmək istəsəniz bu aeroportdan istifadə eləməyiniz daha məqsədə yönlüdür. Başa düşdünüz necə? Belə maraqlı faktlardan biri. Bir aeroport 3 ölkənin sərhədində. Gördüyünüz kimi. Bu da mənəm. Hər kəsə uğurlar. Gəlmək istəyənə gəlmək nəsib olsun. Bir də aeroportun içidir. Həmən o 3 ölkənin sərhədində yerləşən aeroport. Baxın dostlar, rahatçılıq, sakitçilik. Heç kimin işi yoxdur. O tərəf İsveçrə, bu tərəf Fransa, bu tərəfdə Almaniyadır. Dostlar, gəldilər, gələn qonaqlarımız. Sigaret çəkmək sizin sağlamlığınıza ziyan vurur. Nə qədər? Nəm yazmayıb qiymət. Dostlar,